Sumqayıtın millət vəkili Səbinə Salmanova Türkiyədə mühüm görüş keçirib. Millət vəkilinin Ankara şəhərində Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk dövlətləri ilə əlaqələr baş idarəsinin rəhbəri Kürşad Zorlu ilə görüşü baş tutub. Sumqayıt TV xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin inkişafı, parlamentlərarası əməkdaşlığın perspektivləri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri, eləcə də Türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri müzakirə ediblər. Söhbət zamanı Türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və əməkdaşlığının dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gülnar Kərimova, Sumqayıt TV.